əvvəla özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm və inşallah Allah Taala bizi təqvalı olan bəndələrindən qərar versin. İslam dininin ilk çağlarından ta Peyğəmbər sallavatullahın dövrü və sonrakı dönəmlərə diqqət etsək, görərik ki, İslam dininin aşıladığı bir xüsusiyyət var, o da müstəqillikdir, o da azadlıqdır. Və hər bir insanın həm nəfsi istəklərindən azadlığı, həm digər insanlardan olan asılılığından azad olmasına İslam dini çox önəm verir. Baxsaq, görərik ki, İslam dininin ilk çağlarında neçə səhabələr olub Peyğəmbər sallavatullahın ki, onların əvvəli qul olub, daha sonra onlar azad olub və həmçinin İslam dininin mübarizə apardığı xüsusiyyətlərdən biri bu olub ki, quldarlıq aradan keçsin. Yəni, o vaxtı cəmaat qapısında insanları qul kimi istifadə edirdi. Hətta mən qeyd eləmək istəyirəm ki, Peyğəmbərimiz Zeydi bazardan qul kimi alır. Amma hamı Peyğəmbərin oğlu kimi tanıyır Zeydi. Nəinki Peyğəmbərin qulu kimi. Hətta tarixdə bu cür qeyd olunur ki, Zeydin atası və digər qohumları istiqamət tapıb bilirlər ki, Peyğəmbərin evində yaşayır Zeyd. Gəlirlər Peyğəmbər sallavatullahın yanına ki, sən bazardan nə qədər pul verib almısan, biz o pulu sənə ödeyirik, oğlumuzu bizə qaytargına. Peyğəmbərimiz buyurur ki, mən pul istəmirəm müqabilində. Siz oğlunuzdan soruşun, əgər getmək istəyirsə, götürün, aparın. Zeyddən soruşanda Zeyd öz atasına və digər qohumlarına bu cür deyir ki, əgər icazə verirsinizsə, mənim üçün Peyğəmbərlə qalmaq daha gözəldir, daha rahatdır. Və Peyğəmbərlə birlikdə qalmağı seçir. Yəni, hətta dinimizdə bəzi əməllərin cəriməsi olaraq, kəffarəsi olaraq qul azad etmək var. Yəni, bu açıq-aşkar göstərir ki, İslam dini quldarlığın əleyhinə olub. Və həmçinin bir sıra insanlar bunu görmədilər, bir sıra insanlar bunu bilmədilər və yaxud zaman-zaman bunları insanlara düzgün çatdırmadılar, insanlar bundan xəbərsiz oldular və hər halda bir zaman, bir dönəm gəldi ki, həmin dönəm insanların azad olması üçün, azad yaşaması üçün və öz hüquqlarını müdafiə etmək üçün öz canından və qanından keçmələri oldu. Və hətta tarixdə biz nəzər yetirdiyimiz zaman Kərbəla hadisəsində İmam Hüseyn əleyhissalam Hürrə deyir. Hürr, Yezdin qoşununun sərkərdələrindəndir. Xüsusi bir vəzifəsi də var. İmam Hüseyn əleyhissalamın yanına gəldiyi zaman İmam Hüseyn buyurur Hürrə. Hürr, ərəb dilində azad deməkdir. İmam buyurur ona, Əntəl hur, sən azadsan. Nədən azadsan? O həmin vəzifəni qoydun, gəldin, həmin məqamı qoydun, gəldin. Sən azadlığı seçdin. Kəma səmmətükə ummuk, necə ki, anan sənə bu adı verib. Necə ki, səni bu uşaq vaxtı bu adı veriblər, sən bu adı doğruldunsan, sən azad bir insansan. Və daha sonra qeyd etmək istəyirəm ki, bildiyiniz kimi, dünənki tarix bizim Azərbaycan tarixinin ən xüsusi günlərindən, önəmli günlərindən biridir və həmçinin qeyd eləmək istəyirəm ki, biz dini mövzularla yanaşı, həmçinin xalqımızın, tariximizin önəmli günlərinə də xütbələrimizdə işarə edirik. Bildiyiniz kimi, 1918-ci ildə may ayının 28-də Məmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk dünyəvi demokratik dövlət yaradılması günü idi, 28 may günü.
Bu həmin Respublika Azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətinin, dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdu. Mən bir maraqlı dialoq rastıma gəlmişdi ki, Məmməd Əmin Rəsulzadə ilə Stalinin arasında olan bir söhbət idi. Bilirik ki, bu həmin müstəqillik çox az bir müddəti əhatə etmişdi. Məmməd Əmin Rəsulzadə ilə Stalin danışdığı zaman Stalin deyir, sən nəyə nail oldun? Yəni, bu az bir müddət müstəqil oldu. Sən nəyə nail oldun? Məmməd Əmin Rəsulzadə deyir ki, mən bu az müddətdə xalqıma müstəqilliyin dadını göstərdim. Müstəqilliyin, azad olmağın dadını göstərdim ki, bu həmin müstəqillik daha sonra yenə də bu xalqın özünə qayıdır və həmçinin bilirik ki, 70 il Sovet dövründən sonra xalqımız yenə də öz müstəqilliyini bərpa elədi və daha sonra bir sıra hadisələr tariximizdə baş verməsi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi və ondan sonra ölkəmizdə olan quruculuq işləri və bugün də ölkəmiz dünya ölkələri arasında uğurla addımlayır və inşallah ümidimiz budur ki, Allah Taala xalqımıza daim müvəffəqiyyətlər nəsib etsin. Allah Taala xalqımızın müstəqilliyini inşallah əbədi qərar versin. Allah Taaladan duamız budur ki, Allah Taala ərazi bütövlüyümüz üçün, torpaqlarımızın işğaldan azad olması üçün canından keçən, qanından keçən müstəqilliyimiz uğrunda öz canlarını fəda edən insanlar və o insanlar ki, vətənpərvər olublar, xalqımızın, dövlətimizin mənafeyini qorumaq üçün öz ailələrindən, öz vətənlərindən ayrı düşüblər və sürgün olublar. Allah Taala onların ruhlarını şad etsin. Allah Taala inşallah bugün də vətənini, xalqını sevən insanlar var ki, Allah Taala onların da sayını daha çox qərar versin və inşallah Allah Taala bizim ölkəmizdə dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala bu cümlələr hörmətinə inşallah hamının duasını qəbul etsin. Allah Taala bu əziz günləri xalqımıza, millətimizə, ümmətimizə mübarək qərar versin. Allah Taala zəmanəmizin imamının zühuru üçün bizi hazır olanlardan qərar versin. Ən gözəl və ən xeyirli duaları bizim və bütün müsəlmanların barəsində Allah Taala inşallah dərəcəyi qəbul etirsin. Dualarımızın qəbul olmasına xatir Peyğəmbər və Ali Peyğəmbər haqqında 3 dəfə salavat zikr edək.